Salam əziz şagirdlər, bu gün biz OTK sınav imtahanı tərəfindən həyata keçirilən 9-cu sinif sınav imtahanının Azərbaycan dili ilə bağlı ilk sualına baxacağıq. Cədvəldəki uyğun fikirləri müəyyən edin. Əvəzlikdən sonra vergüldən düzgün istifadə edilmişdir. Biz burada doğruları tapacağıq. Əvəzlikdən sonra vergüldən düzgün istifadə edilməmişdir. Biz burada yanlışlar tapacağıq. İlk növbədə birinci sualı oxuyaq. Biz sualdan əvvəl istəyirəm əvəzlikdən OB əvəzliyindən sonra vergülün qoyulma məsələsinə baxaq. OB əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Əgər OB əvəzliyi mübtəda vəzifəsindədirsə, vergül qoyulacaq. Amma OB əvəzliyi təyin vəzifəsindədirsə, o zaman vergül qoyulmayacaq. Ancaq mübtəda vəzifəsində olub kimlə sualına cavab verərsə, bəzi məqamlarda vergül qoyulmaya da bilər. Bu nə zaman baş verər? Əgər o bu mübtədadır və özündən sonra əvəzliyin özü gələrsə, eyni zamanda köməkçi nitq hissələri gələrsə, amma köməkçi nitq hissələrində modal sözlər və nidalar istisnadır. Eyni zamanda feil gələrsə, ancaq feili sifət istisnadır. Bu üç nitq hissəsi gələrsə, vergül qoyulmayacaq. Amma modal söz və nida, eyni zamanda feili sifət gələrsə, vergülün qoyulması doğru sayılır. İndi baxıram. Birinci cümlədə yazıb ki, o şagirdlərin ən sevimli müəllimidir. Nədir? Kimdir? Şagirdlərin ən sevimli müəllimidir. Kim? O. Kim sualına cavab verdi? Mübtədadır. Baxıram görürəm və nitq hissələrindən biri var yanında. Şagird isimdir. Yoxdur. Yoxdursa, deməli o-dan sonra vergülün qoyulması doğrudur. Gəlirəm ikinci cümləyə. Bu heç kimə fayda verməyəcək. Nə edəcək? Fayda verməyəcək. Nə bu? Nə sualına cavab verdi. Amma baxıram ki, demişdik biz mübtəda vəzifəsindədir. Özündən sonra əvəzlik, köməkçi nitq hissəsi, feil gələrsə qoyulmayacaq. Baxıram ki, heç kim əvəzlikdir. Deməli, buradan sonra əvəzlik gəlib deyə biz vergülün burada qoyulmasını yanlış sayacaq. Vergül səhv qoyulub. Deməli, ikinci səhvdir. Bu gəncliyimdən qalmış ən gözəl xatirədir. Nədir? Xatirədir. Nə bu? Mübtədadır və baxıram ki, bu nitq hissələrinin 3 nitq hissəsindən biri burada yoxdur. Onda deməli mübtədadır, nə sualına cavab verir. Eyni zamanda bu nitq hissələri iştirak etmədiyinə görə vergülün qoyulması doğrudur. Əvəzlikdən sonra vergüldən düzgün istifadə edilməmişdir. O mənə uşaqlıq illərini sanki yenidən yaşadığını dedi. Nə etdi? Dedi. Kim? O. Mübtədadır. Baxıram mübtədadır və eyni zamanda biz dedik axı mübtədadan sonra vergül qoyulmalıdır. Amma burada mənə əvəzlikdə axı əvəzlik gəlib deyə, o budan sonra əvəzlik gəlibdi deyə vergülün qoyulması yanlış hesab olunur. Demək bizdən istifadə edilməmiş, düzgün istifadə edilməyəni istədiyinə görə 4-ü götürəcəyik. Bu qarşımızdakı ən böyük maneədir. Nədir maneədir? Nə bu? Aha, mübtədadır. Amma baxıram ki, bu nitq hissələrinin biri olmadığına görə yanında ona demək bu vergül işarəsi doğru qoyulub. Doğrudur bu, yəni bu doğrudur və bizdən yanlış istəyir burada. Ona görə bu variantı da çıxıram. Daha sonra o Niyazinin göstərişinə əməl etdi. Nə etdi? Əməl etdi. Kim? O. Kim sualına cavab verir? Bu nitq hissələri olmadığına görə bu da doğrudur vergülün qoyulması. Bu variantı da çıxıram. Demək bizdən 1, 3 və 4-cü suallar doğru variantdadır. Cavab D variantı.